Üç bacı dolması yoxsa tərəvəz dolması? Yayın ən ləzzətli bu yeməyini siz necə adlandırırsınız? Tərəvəzləri yaxşı-yaxşı yuyub kağız dəsmal ilə qurulayırıq. Sırayla videoda göründüyü halda içlərini təmizləyib duzlayırıq. Bəzi bölgələrdə bu yeməyə kartof əlavə olunduğunu da görmüşəm, amma biz sadəcə pomidor, biber və badımcan ilə hazırlayırıq. Çox ləzzətli alınır. Tərəvəzləri duzlayıb bir kənarda saxlayırıq. Digər tərəfdə əti tavaya əlavə edib suyu çəkilənə qədər qovurub üzərinə duz, istiot, sarkök əlavə edirik. Qovurulan ətin üzərinə son olaraq reyhan da əlavə edib qazın altını söndürürük. Badımcanların duzunu yuyub kağız dəsmalla qurulayıb yağda biraz qızardırıq. Artıq yağını çəksin deyə aura kağız dəsmal üzərinə yerləşdiririk. Eyni qayda ilə biberləri də biraz oyuz-boyuz qızardırıq. Fikrimcə bu yeməyi daha da ləzzətli edən tərəvəzlərin biraz da olsa qızarmasıdır. Videoda göründüyü kimi əti tərəvəzlərin içərisinə doldurub qazana yerləşdiririk. Son olaraq üzərinə xırda doğranmış pomidor, kərə yağı əlavə edib qapağı bağlı şəkildə vamkodda bişiririk. Vamkodda bişirməyiniz məsləhətlidir ki, tərəvəzlər bişən zaman dağılmasın. Çox ləzzətli alınır. Siz də mütləq hazırlayın.